Salamünaleyküm. Dostlar, bugün TikTok'un en səmimi insanları Fatma xala və oğlu Nurlanla görüşə gedirəm. Fatma xala kimdir desəz, TikTok izləyənlər yaxşı tanıyar. Baxın videolarına, əla səmimi gözəl insanlardır. Bugün onlarla görüşürük. Videolarda falan görəm, Fatma xala təbiəti, gülləri, çiçəkləri çox sevir. Ona görə ona bir dənə gül hədiyyə almaq istəyirəm. Belə bir gül aldım Fatma xala üçün. Getdik. Gözləyirlər bizi. Bibi nə tərsən? Nə var, nə yox? Çok sağ olun. Siz de tercih Min şükür. Nurlan sen ne tersen? Demin Fatma xala ilə Nurlan qardaşdan gəlmişik restorana. İnşallah oturacağıq, biraz yeyib içəcəyik, söhbətləşəcəyik. Dostlaşacağıq, sağollaşacağıq inşallah. Elə deyil Bibi? Evet. Hər şey yaxşıdır mı? Yaxşıdır, sağ olun, çok sağ olun. Gəlmişik, restorandayıq. Nurlanla Fatma xala da budadır. Menüyə baxırlar. Xoş gəlmisiniz təkrar. Yaxşı gəlmisiniz. Qırmadınız məni, var olun. Allah razı olsun. Çok sağ olun. Nurlan sən də çox sağ ol qardaş. Var ol. Sizin adınız neydi? Mikail. Mikail. Mikail benim küçük kardeşimin adı. Lap yaxşı. Hücan, Can. mən internetdə baxdım. Yəni çox sevilirsiniz, çox səmimi videolar çəkirsiniz həqiqətən. Mənim siz nədir əsas maraqlı? Orada insanların yazdığı suallar var. Onlara istəyirəm bir dənə cavab verək bu videoda. Olar? Bax. İlk öncə elə ümumiyyətlə gəlin başlayaq. Bir düzdür maşında danışdıq biraz. Necə oldu sosial mediaya başladınız? Qısa bir dənə deyək. Yəni videolar paylaşmağa falan. Şimdi insanları internetsiz təsəvvür eləmək olmur. Mesela gördüm ki, böyle TikTok'a maraq var. Bir de ki, mən mürəbbə pişirmişdim, yanıma gəlir. Fikirləşdim ki, elə o baxımın mürəbbələrində keçəlindən bəri də neyse bak böyle gittim dedim ki bunları elimde pişireyim, çerez internet satın. Başladım inanılır böyle her şey mürəbbələrdən pişirdim böylece şeyler. İndi inanınız üzüm gelmir ki. Bunu diyeyim ki ay cəmaat, məndə mesela böyle bir şeylik var. Hem de ki bir videoya başladı istemiştim ki böyle canınızı sorup dedim böyle öz-özümə sıxıldım, çıxa bilmədim və canlı yayımlara, belə nəsə belə mən baxıram ki, belə hamı elə canlı yayıma çıxır, ağıllarına da nə gəlir danışırlar, nə tər gəlir danışır. Mən onları eləyə bilmirdim, mən utanırdım, belə yenə artıq söz, eksik söz, belə bu mənə belə biraz düz gəlmirdi, məsələn mənim xarakterim uyğun gəlmirdi. Elə ondan sonra başladım, elə videolar çəkdim. Gördüm, hamı tərəfini seviyorum. Mesela Sevilirsiniz maşallah. Oraya çağırmağa, ne bileyim, hürmet eləməyə. İlerlere başladım, ben de heveslendim. Bir de kere səbirsizdim. Ne bileyim, ben oğlumu həmişə aparırdım. Biz mesela belə gelir, belə deyək. Bunu siz dəvət eləmişsiniz, biz gəlmişik. Yoksa özümüzə qalmış olsa, vallahi biz gəlib restoranda şeysə yemələriydi. Toyzan olsa, kim toy ellərində... Hamı elədi onsuz da, yəni hamı o yalandan paylaşırlar, hamı ayrıldı bir şey. Restoranda indi mesela toy olur, ona gidirik. Yoksa özümüz gidik restoranda oturaq yeyir, bu yalan söhbətdir. Eləcə də nə bileyim belə gördüm ki, bəzi yerlərdə də piknik sayıyla özümüz aldıq. Gittik mesela kafelerde otururdum, görürdüm ki o bize çatmadı. Maşallah benim oğlum yiyecekti, ben de onu kimi. Gördüm yok, bu alım var. Elə fikirləşdim ki, elə o pulları elə özümüz nəsə bir şey alıb özümüz yeyərik. Elə ona görə də nə bilim belə harda stol olurdu, stol olmayan da elə yerdə oturub yemişik. Biri yazıb ki, ha vaxt baxıram bu Bibi nəsə iş dalıyca gedir. O iş nə işdir Bibi? O de görüm nə iş dalıyca gedirsən sən? Yox, biz sizə bir söz deyim də, istər-istəməz insan yox, iş dalınca getməliyik. Məsələn, mənim aliyik, dolanmalıyıq. Məsələn, indi düzdür, mənim hökumət işim yoxdur. Ancaq biz məsələn, müəyyən bir yerə gedirik. Onun üçün də mən indi onu səhv şəkildə deyirəm ki, iş dalınca gedirik. Orada da iş düşür, elə piknik zat, yol üstü. Orada da istər-istəməz məsələn gedəndə müəyyən bir interval olur da. İndi məsələn biz evdən çıxırıq. Bir de evden mesela tutaq ki saat 12'de çıxırıq, saat 5'te, 6'da, 7'de mesela bir de eve qaydırıq. Yani o müddətdə biz acırıq. Acında da gəlib ya gedək bufetdə yeyək, ya gedək mesela ne kafede yeyək, restoran da hesabını çəkməyə dəyməz, yalanla şişirtməyim mən özüm.
Ona görə də mən istəyirəm ki, özümüzlə də mən fikirləşirəm ki, onları alanda həm biz ondan yeyib doyuruq və başımızla Sən də maraqlı vaxt keçiririk, hə? hə, həm də maraqlı vaxt keçiririk. Və oradan mən məsələn bunu hamıya da təbliğ edirəm. Paylaşımında o gün getmisiniz Koroğlu parkına, Koroğlu eşəyindən Nurlanın şəklini paylaşmışdın və orada arxada Üzeyir Hacıbəyovun Koroğlu uverturası səslənir. Və siz də rəydə onun əməl başda açıqlaması yazmışsınız ki, bu mahnı nədir, necə tərtib olunub falan. Yəni mən şəxsən özüm sizin videozdan tanış oldum ki, bu həqiqətən Üzeyir Hacıbəyovun əsəridir falan. Yəni mən kimi əminəm ki, bir çox gəncimiz də bilmir. Yəni siz o videonu paylaşanda internetdə araşdırıb yazdınız bu məlumatı, yoxsa həqiqətən həyat təcrübəsində öyrəndiyiniz bir şeydir bu? Yox, biz onları bilirik. Biz sizə bir sözüm, siz indi bu sualı mənə verirsiniz. Mənə təəccüb edir ki, yəni ki, bu uşaqlar Uverturanı zad bilmirlər. Üzeyir Hacıbəyov yazıb özü də çox böyük, gözəl operadır, Koroğlu operasıdır. Onu elə bu vaxtda, məsələn, SSR-nin 10 günlük, Azərbaycan SSR 10 günlük Moskvada keçiriləndə, orada baş rolda da Bülbül oynayır, Koroğlu onu. Və o birbaşa əməkdar artistinin SSR xalq artisti adına layiq görülür. Yadımda da, məsələn, mən ezamiyyətlərə gedirdim. Bir dəfə yadıma gəlir, ezamiyyətdə Özbəkistana getmişdim. Orada bir Türk zavodda bir oğlan gördü ki, Türkdür, Azərbaycanlı şeylərdir. O mənə dedi ki, mən Koroğlu'nun dastanını deyim, mən səni adresini götürdüm, mən ora Azərbaycandan həmin Koroğlu dastanını aldım, gönderdim. Yəni, mən istəyirəm ki, insanlarımızda, oğlanlarımızda Koroğlu'ya kimi belə Koroğlu nəhəng şəxsiyyətdir. Koroğlu'nun qoçaqlığı, onun dəllərinin qoçaqlığı indiki zamanda çox ələ düşməz bir şeydir. Yəni onu uvertura nədir ki, onu gərək Koroğlu'yu insanlarımız təbliğ elə, o həyatı təbliğ oluna. Və ona görə də mən elə getdim elə o skamyada otdum, orada başladım yemək yeməyə. Bax elə buradan da şeylədim. Tək özdə o videonu mən misal çəkdim. Sizdə bir çox rəylərdə görürəm, yəni çox savadlı, çox geniş gənclərə bəzən izahlar verirsiniz. Yəni həqiqətən halaldır, çox sağ olun, var olun. Hətta indi mən bəzən ərinirəm yazmaq, ancaq istəyirəm ki, ancaq bax siz belə mənə motivasiya edirsiniz. Mən videolar çəkəndə istəyirəm ki, onlardan haqqında danışım, bəzi şeylərin haqqında. Ona görə bir də deyirəm ki, nəysə, sonra görürüm, deyirlər ki, siz niyə yazdınız ki, nəysə. Nəysə. Mən bunu istəmirəm, yəni insanları istəmirəm ki, yoram. Mən əvvəlcə bir həftə canlı yayım açırdım, onda onlar görürdülər ki, mən necə böyüklər adamım, bu yazırdı, xala nə gözəl böyüklər. Bir onsuz da səni çox istəyirlər, rəylərdə yəni çox səmimi qəbul edirlər sizə videoları. Həqiqətən gözəl sözlər yazan çox. Onun sizə bir söz deyim, insanın, onun üçün deyirlər ki, məsələn, bizdə deyirlər ki, Quranda yazılır ki, insan doğulandan qəbrinə qədər oxumaq öyrənməlidir. Məsələn, Lenin deyir ki, oxumaq, elə də oxumaq. Yəni, bu Quranın sözünü Lenin belə şey deyir. Hər nəsə, ancaq oxumaq çox gözəl şeydir. Biz o vaxtda çox oxuyurduq. Məsələn, mən indinin özündə də çox oxuyuram. İndi hələ o vaxtda biz, yəni onda internet yox idi. Biz bir gün olmasın, mənim yadıma gəlmir ki, mən kitab oxumamış, qəzet oxumamış yatam. Mütaliə edirdiniz. Mütaliə edirdik. Onların özləri çox böyük, çox gözəl. Gözəl şey. Əhsən bir bizsə, yaxşı ki var sizin kimi insanlar, yaxşı ki bizə xoş örnək olursunuz. Yəni TikTokda özü bilirsiniz, hər cür insan var, amma sizin videolarınız heç kimə pis təsir edəcək videolar deyil. Həm gözəl pikniyi təbliğ edirsiniz, gözəl gəzirsiniz, oğlunuzdan gəzirsiniz. Yəni burada heç bir şey yoxdur. Maşallah, yəni mən şəxsən sizin videoları görəndə istəyirəm ailəmlə götürüb mən də gedim piknik eləyəm. Yəni gözəl bir şeydir. Halaldır sizə. Var olun. Çox qəşəng. Yedik, içdik, qarnımızı doyurduq. Bibi ilə söhbətləşdik. Bibi, narazı deyilsən məndən? Yox, çox sağ olun. Mən də sizdən çox razıyam. Çox sağ olun, var olun. Çox sağ olun. İnşallah başqa vaxt görüşərik yenə. Hazırda sağ olun, var olun. Görə də, gedək içmə görə də. Sağ olun. Sağ olun. Sağ olun qardaş. Bu qədər. Görüşdük, hər şey yaxşı idi. Növbəti videolarda görüşərik. Sağ olun.